ərli qadınlar bunu başa düşməlidirlər ki, kişinin həyatında sən birinci olmayacaqsın. Birinci onun həyatında işidir. Kişi iş vasitəsilə özünü təsdiq eləyir. Onun qəhrəmanlıq alanı olmalıdır. Razıyam. Yaxşı kişi olması üçün. Ovlayır orada, qənimət gətirir. O orada özünü təsdiq eləyir. O özünü təsdiq eləməsə, o kişi kimi olmur. Bir professional sferası olmalıdır özünü təsdiq üçün. O birinci yerdə durur. İkinci yerdə onun üçün dostları durur. Dostları Konfutsi deyir, kişini, nəcib kişini insanlıqda möhkəmləndirir. O dostluq münasibətində özünü dərk eləyir. Öz ürəyini yoxlayır, öz kişiliyini yoxlayır. O münasibətlərdə formalaşır. Kişilər arasında tartışmada, münasibətlərdə. Yalnız üçüncü, dördüncü yerdə ana və uşaqları gəlir. Qadın və uşaqları gəlir. Qadın bunu bilməlidir. Və bu normaldır. Bu rola razılaşır. Yox, sən özünü birinci yerə qoymaq istəyirsənsə, sən o kişidən əski düzəldəcəksən. O həmişə səndən qorxacaq, sən bunu eləyə bilərsən, başının ətini də yeyə bilərsən, daima tənqid eləyib əzə bilərsən kişini, nəticədə kişi səndən qaçmağa çalışacaq. Amma qadın üçün tam tərsidir. Qadın üçün birinci yerdə əri durmalıdır. Uşaq yox, bunu biraz düşünməlidir. İkinci yerdə uşaqlar durmalıdır. Üçüncü yerdə iş. Və normalda bu belədir. Bu düzən yaradan bir dəyərlər aksiyologiyasıdır.